Misli Premyer Liqasının 20-ci turunda Sabah səfərdə Qəbələni 1-0 hesabı ilə məğlub etdi. Oyundan sonra baş məşqçi Valdas Dambrauskas qısa açıqlamalar verib. Oyunu necə dəyərləndirirsiniz? Çətin maç idi. Müdafiəni yarmaq asan olmadı. Amma qol vurub qalib gəldik. İndi növbəti oyuna hazırlaşırıq. Liderlik təzyiq yaradır? Liderliyi düşünmürük. Yalnız növbəti oyuna və inkişafımıza fokuslanırıq. Litvada oyunlar Avrokuboklara görə təxirə salınsa, reaksiyalar necə olar? Bu qərarlar qurumlara aiddir. Litvada da bəzən belə hallar olur. İngiltərədə işləmisiniz. Newcastle qarşısında Qarabağın şansları? Bu suala cavab vermək istəmirəm. Çempionluq mübarizəsində həlledici amil nə ola bilər? Hələ çox oyun var. Biz yalnız öz oyunumuza fokuslanırıq. Millətlər Liqasında Azərbaycan-Litva şansları. Mübarizə əsasən Azərbaycan və Litva arasında olacaq. Heyətlər və detallar həlledici rol oynayacaq. Qəbələnin ləğv olunan qolu barədə. Bu mənim səlahiyyətimdə deyil. VAR qiymətləndirir. Biz də səhvlərimizi analiz edəcəyik.